Salam, hər vaxtınız xeyir olsun. Mən Balaş Elçin, riyaziyyat məntiq müəllimiyəm. Bizim ödənişli dərslərimizə və ödənişsiz dərslərimizə qoşulmaq üçün yazdığım nömrə ilə əlaqə saxlaya bilərsiniz. 051 898 41 89 nömrəsinə WhatsApp üzərindən yazaraq əlaqə saxlaya bilərsiniz. Gəlin keçək birinci sualdan izahlara. Nə deyir? Aşağıda göstərilən banan, alma və üzüm meyvələrinin hər biri ayrı-ayrı 3 müxtəlif rəngli çantalara qoyularaq yan-yana dizilmişdir. Öndən baxdıqda necə görürsünüz? O tərəfdən baxırsınız. Baxın, bu tərəfdən. Öndən baxanda harda dayanmışsınızsa düz baxırsınız. Nə deyir? İçində banan olan çanta, içində alma olan çantadan soldadır. Banan almadan nə deyir? Soldadır. Yəni, banan solda yerləşir, alma sağda yerləşir. İkinci, mavi rəngli çanta içində üzüm olan çantanın sağındadır. Mavi rəngli çanta üzümün sağındadır. Belə çıxır ki, üzüm solda yerləşir, mavi rəngli çantadan solda yerləşdiyi üçün mavi rəngli çantada üzüm ola bilməz. Sonra, üçüncü şərt, içində alma olan çanta mavi rəngli çantanın sağındadır. İçində alma olan çanta mavi rəngli çantanın sağındadırsa, onda mavi rəngli çanta almanın nəyindədir? Solundadır. Və solunda yerləşdiyi üçün içərisində mavi rəngli çantanın alma olmayacaq. Əgər mavi rəngli çantanın içərisində üzüm yoxdursa, alma yoxdursa, yalnız nə ola bilər? Banan ola bilər. Mavi rəngli çanta üzümdən solda daha doğrusu sağda yerləşdiyi üçün, deməli, üzüm bananla harada yerləşəcək? Solda yerləşəcək. Bizdən də soldan sağa soruşduğu üçün birinci gələcək üzüm, sonra gələcək banan, sonra gələcək alma. Bu da oldu B variantı. Keçək ikinci sualı. İkinci sualda nə deyir? 25 nəfərlik bir sinifdə ingilis dili bilməyən 13, alman dili bilməyən 12 şagird var. Bu iki dili də bilməyən 4 şagird varsa, hər iki dili bilən neçə şagird var? Yenə də çoxluqdan istifadə edirik. "25 nəfəri yazdım bura. Hər iki dili bilməyən 4 nəfəri qeyd etdim buradan. Alman dili bilenlər burada, ingilis dili bilənlər burada. Hər iki dili bilənlər də baxın yazdığım işarədədir. Nə deyir? İngilis dili bilməyən neçə nəfərdir? 13 nəfər. Bunun 4 nəfəri, yəni ingilis dili bilməyənlər hansılardır? Almanlardır, bir də bunlardır. 13-dan çıxıram 4-ü qalır nə qədər? 9 nəfəri. Yəni almanlar 9 nəfər təşkil edir. 9 nəfər almanlar. İndi nə deyir? Alman dili bilməyən 12 şagird varsa, alman dili bilməyənlər ingilislərin içərisində, bu da 4 nəfərlər. 12-dan çıxıram 4-ü, bu da qalır 8. Deməli, 8 nəfərdə nədir? İngilis dili bilənlər. Bizdən ümumilikdə 25 nəfər verdiyinə görə hər iki dili tapa bilərəm. Deməli, 8-in üzərinə gələrik 9-u, üzərinə gələrik 4-ü, cəmi eləyək 21-i, 25-dən də çıxaram 21-i, 4 nəfəri verər. Yəni, hər iki dili bilən də neçədir? 4 nəfər. Bu da oldu doğru variant, C variantı. Keçək 3-cü suala. 3-cü sual kublarla bağlıdır. Gəlin, yaxınlaşdıraq. Hesablamalar aparılıb. Məsələn, birinci zərin üzündə bir tərəfində 6 nöqtə, digər tərəfində 100 nöqtə, digər tərəfində 2 nöqtə. 100 ilə 2-ni toplasaq, vursaq 6-ya bizdən 30-u verər. Aşağıda yaza bilərik. 4, 2, 5. 2 ilə 5 toplasaq, vursaq 4-ə 28 alınır. Bu qayda ilə bizdən də x-i soruşduğuna görə 3, 4, 5. 5 üstə gəldi 4, vurulsun 100. Bu da eləyir nə qədər? 27. Bu da oldu doğru variant. Hansı variant? H variantı olacaq. Keçək növbəti suala. 4-cü sualda nə deyir bizdən?
Maraqlı sualdır. Gəlin baxaq. 200 litrlik yağı 1,5 litrlik şüşə qablarına doldursaq, sonuncu şüşə qabın hansı hissəsi boş qalar? Nə edirik? Əvvəlcə 200 litri bölürük 1,5 litrlik qablara, görək 1,5 litrlik qablardan neçə dənə istifadə olunacaq? 200-ü böldüm 1,5-ə, düşdük 100 qab. İndi 133-ü vururam 1,5-ə, düşür nə qədər? 199,5. Ümumilikdə 200-dən çıxıram 199,5-i, qalır nə qədər? 0,5. 0,5. Bir dənə şüşə qabı çəkək. Bunun tam mahiyyətini başa düşək. Bunu 3 hissəyə ayırsam, baxın 0,5, 0,5, 0,5. Bunların cəmi bizə nəyi verir? Bunların cəmi bizə verir nəyi? 1,5 litrlik şüşə qabını. Yəni bu qab gördüyümüz 1,5 litrlik şüşə qabıdır. Bizdən də istifadə olunduğuna görə, baxın, qalıq nə qədər qalmışdı? 0,5. Bu istifadə olundu. Düzdür? Bura qədər istifadə elədik şüşə qabın. Doldurduq. İndi geridə qalan da bu iki hissədir. Ümumilikdə şüşə qabı 3 hissədən təşkil olunur. Bunun da 2 hissəsi boş qalıb. Bu da oldu doğru variant B variantı. Keçək 5-ci sual. 5-ci sual nədir? Gəlin şərti oxuyaq. Verilmiş kvadratın hər bir xanasında bir natural ədəd yerləşir. Hər bir sətir sütun və diaqonal üzrə yerləşən ədədlərin cəmi eyni olduğuna görə yaşıl rəngli xananın hansı ədəd yazılar? Nə edirik? Hər bir sətrin sütunun tam ortasından əlavə bir xana qeyd edirsiniz. Məsələn, bu diaqonal üzrə baxsaq, bura məsələn 5 yazsam. 13-dən 5 çıxım. Neçə qalır? 13-dən 5 çıxanda qalır 8. İndi 13-ün üzərinə 8 gəlməliyəm. Yəni hər bir xana bir-birindən ardıcılıqla fərqlənməlidir. 13-8 gələndə 21. Yəni bura olacaq 21. Bu 21-i gətirib yazırsınız bura 21-i. Aydındır. Məsələn, bura 2 yazsam, 2 ilə 3 arasında nə qədər vahid fərq var? 1. Bura məsələn, növbəti xana 4 olacaq. Bu 4-ü gətirib bu xanaya qeyd edəsiniz. Bununla da kvadratın bir sətrin sütununu tapandan sonra digərlərini tapmaq asan olacaq. İndi yenə də nə edirik? Xana açırıq, əlavə. Buradan da bir dənə xana açırıq. Buradan da xana açırıq. Buradan da bir xana açırıq. Bu 12 olduğu üçün bu 12-ni gətirirəm. Hara yazıram? Baxın, bu 12-ni yazdım bura. Çünki buradaymış deyə gətirib qoyublar bura. İndi bu diaqonal üzrə fikir versəm, 12, 13, növbətin olacaq, bir vahid fərqlənməlidir deyə 14 olacaq. Bu 14-ü gətirib buraya yazdım. Və bir sütunu bildim deyə rəqəmlər cəmi baxacağam. Rəqəmlər cəmi yox, ədədlərin cəminə deyək, daha doğru olsun. 3-ün üzərinə gələcəm 14-ü, üzərinə gələcəm 7-ni, verəcək üstə 14, 17, 17, 7 gələndə 24. Yəni hər bir sətir sütunda və diaqonal üzrə ədədlərin cəmi nəyi verəcək? 24-dür. Bizdən də yaşıl xananı soruşduğu üçün üstə 12 gələndə, üstə gəl 12, üzərinə 9 gəlsəm 24-ü verəcək. Yaşılı soruşduğu üçün bu da oldu C variantı. Buna aid ayrı sual yerləşdirəcəm. Baxa bilərsiniz oradan. 6-cı sual. Nə deyir? Müəyyən bir zamanda bunlar gəliblər. Tutaq ki, bunların deyək ki, saatları olsun 18-12-də müəyyən bir zamanda çıxmalıdırlar. Amma ki, bunlar öz aralarında şərtlər veriblər ki, yazıblar ki, Samir nədir? 6 dəqiqə gəlsin. 18-12-dən 6 dəqiqə geri gəlsən, eləcə nə qədər? 18:06. Sonra gələcək İlkin. İlkin də 13 dəqiqə irəli gəldiyi üçün, İlkin daha doğrusu 7 dəqiqə irəli gəldiyinə görə 18-12-nin üzərinə 7 dəqiqə gəlirəm. Bu da eləyəcək 18 neçə 19 dəqiqə irəli. Sonra Elnur da neçə dəqiqə? 10 dəqiqə irəli.
18 12-nin üzərinə 10 dəqiqə irəli gəlirəm. 18 nə qədər eləyəcək? 22. Sonra kim gələcək? Sonra gələcək Nərgiz 8 dəqiqə geri. Nərgiz 8 dəqiqə geri gəldiyi üçün 18 12-dən 8 dəqiqə geri gəlsəm 18 04 dəqiqə eləyəcək. Və sonuncu kimdir? Səma. Səma da neçə dəqiqə irəlidir? 12 dəqiqə irəli. 18 12-nin üzərinə hamısını bunun üzərinə gəldirəm. 12 dəqiqə gəlsəm 18 12-nin üzərinə 12 dəqiqə gəlsək 18 24 eləyəcək. İlk gələn kimdir burada? Nərgizdir. İlk gələn Nərgizdir. Dördüncü gələn də kimdir? Elnurdur. Bunlar arasındakı fərqi soruşduğu üçün bizdən deməli 18 22-dən çıxıram nəyi? 18 04-ü. 18 04-ü. Bu da eləyir 18 dəqiqə vaxt fərqi var. Bizə də nə soruşmuşdu? Neçə dəqiqə vaxt fərqi var? Bu da eləyir 18. Bu da oldu doğru variant B variantı. Keçək növbəti suala. 7-ci sualda nə deyir? 7-ci sualda qol saatı verilib. Ekranın sağ üst küncündəki ədədlər gün, ay olaraq tarixi, ekranın orta hissəsində saat, dəqiqə və saniyə olaraq vaxtı bildirir. Buna görə eyni anda ekranda görülən bütün rəqəmlərin cəmi ən çox neçə olar? Ən çox olması üçün deyək ki, ay 29-dur. Bugün ayın 29-dur. 9-cu ay. Saat da olsun 19, 59 dəqiqə, 59 saniyə. Niyə görə? Çünki məsələn 12 götürsəm ayı, bir isə 2 gələndə 3 eləyir. Rəqəmlər cəmi kiçik olacaq. Bizdən də soruşmuşdu ki, bütün rəqəmlərin cəmi ən çox olsun. Ona görə bu vaxtları götürdüm. Neçə dənə 9 var? 9-ların sayına baxsaq 1 1 2 3 4 5 dənə. 5 vurulsun 9, bu da eləyir 45. İndi 5-lərə baxsaq, 5-lərə 1 2 dənə 5 eləyir nə qədər? 10. 45 də 10 gələndə 55. 55-in də üzərinə gəlsək 1 ilə 2-nin cəmi eləyir 3. Bu da eləyir nə qədər? 58. Bu da oldu B variantı. Keçək 8-ci sual. 8-ci sualda maraqlı sualdır. Nə deyir? 243 ədədini A ədədinə böldükdə qalıqda 3 alınır. Neçə belə A natural ədəd var? Əvvəlcə nə edirsiniz? 243-dən çıxırsınız 3-ü. Neçə eləyir? 240. İndi 240-ın natural bölən saylarına baxaq. 240-ı bölək 2-yə 120. 120 böldüm 2-yə düşdü 60. 60-ı böldüm 2-yə düşdü 30. 30-u böldüm 2-yə düşdü 15. 15-i böldüm 3-ə 5. 5. 1. Düzdür? Natural bölənlərin sayı, 2-lərin sayına baxsaq 1, 2, 3, 4 dənə 2 var. 2-nin üstü 4 vurulsun. 3-dən 1 dənədir deyə 3-ün üstü 1 vurulsun. 5-dən 1 dənədir deyə 5-in üstü 1. Bunları silirik buradan. Natural bölənlərin sayı qüvvətlərinin üzərinə 1 gəlirik, vururuq bir-birinə. Yəni 4 üstə gəlsin 1, 1 üstə gəlsin 1, 1 üstə gəlsin 1. Bu da bərabərdir. 4 üstə 1 gələndə eləyir 5, 1 üstə 1 2, 1 üstə 1 2. Bunları da vursaq bir-birinə necə eləyəcək? 20. Amma 20 olmayacaq. Niyə görə 20 olmur yoldaşlar? Çünki axı bizdən 243 ədədini 243-ü məsələn 3-ə bölsəydik, burada qalıq 2 qalacaqdı. Çünki 3-dən kiçik olsun. Çünki biz 243-ü 3-ə bölsək qalıq 2 qalır. 3 qala bilməz. Çünki 3 qalsa 3-ə bölünür deyə 1-i götürə bilmərik. Çünki hər hansı bir ədədi 1-ə bölsək qalıq qalmır. 2-ni götürə bilmərik. Çünki qalıq orada
3 yox, 2 qala bilər. Maksimum üzr istəyirəm 1 qala bilər. Bir də 3-ü götürə bilmərik. 3 dənəsini buradan çıxırıq. 20-dən də 3 çıxanda neçədən olur? 17 dənə. Bu da oldu doğru variant. C variantı oldu. Sonra bu da 9-cu sual maraqlı sualdır. Nədir? Üst rəqəmli natural ədədlərdən neçəsi hər hansı 2 rəqəmli natural ədədin tam olaraq 6 qatından 5% böyükdür? Burada nə etmək lazımdır? Yəni biz tutaq ki, elə bir 2 rəqəmli ədəd götürək ki, onu 6-ya vuraq, üzərinə 5 gələk, üst rəqəmli ədəd şərtini ödəsin. Ona görə məsələn, ən kiçik 2 rəqəmli ədəd 10-dur, düzdür? Amma onu vursaq məsələn 6-ya, üzərinə 5 gəlsək, onu 60 ise 5 gələndə 65 edir. Bu üst rəqəmli ədədi ödəmir. Ona görə 16-nı vurmaq lazımdır. 15-i vuranda 90-95 edir səhv eləmirəmsə. 16-nı vursaq 6-ya, 16-nı vurdum 6-ya. 6 36, 1 yadda, 6 3 yadda, 6 1 6 96. 96 isə 5 gələndə həqiqətən 101. Gördün, üst rəqəmli ədədi ödədi. Deməli minimum neçə oldu? 16. İndi maksimumda minimumumuz oldu nə qədər? Minimum oldu 16. Maksimumda tapaq. Maksimumda elə 99-dur. Görək həqiqətən ödəyəcəkmi? 99-dur. Gəlin buraya 6-ya. 6 9-un 54. 5 yadda. 6 9-un 54. 54 isə 5 gələn 59. Üzərinə də 5 gələcəyəm. Çünki 5 vahid böyükdür deyə 599. 599 da həqiqətən üst rəqəmli ədəd olduğuna görə. İndi 99-dan 16-nı çıxıram. Görüm neçə dənə belə bir ədəd edir. 99 çıxılsın 16. 100 neçə eləyir? 83. Üzərinə də 1 gəldirəm. Çünki burada 16 özü də daxildir. 99 özü də daxildir. Üzərinə də 1 gələndə neçə eləyir? 84 dənə ədəd var. Bir qayda olaraq, çünki həqiqətən siz 99-dan 16-ya kimi neçə dənə ədəd var? Ədəd tapanda ədədin özündən ən kiçikdən, belə deyək, ən böyükdən ən kiçiyi çıxırıb üzərinə 1 gəlirik. Bu da olur bizdən doğru variant. Nə oldu? 84 elədi 9-cu sualdan. Sonra keçək 10-cu sual. 10-cu sual da maraqlı sualdır. Gəlin baxaq. Nə deyir? 10:00-da toplantıya çatmalı olan Kənan saat 9:42-də yolun 3/2 hissəsini getmişdir. O həmin sürətlə yolun davam edərək toplantıya vaxtında 5 dəqiqə tez çatmışdır. Kənan yolda əlavə vaxt itirmədiyinə görə evdən saat neçədə çıxmış olar? Gəlin baxaq, nə deyir? Əvvəlcə baxın, 10:00-dan 5 dəqiqə çıxıram. 00 5 dəqiqəni çıxıram. Nə qədər qalır? 9 deyək ki 55-də 9:55-də yolun hansı hissəsini gedib? 3/2 hissəsini. 3/2 hissəsini gəlin yol çəkək, tam aydın olsun sizə. Bu bizim yolumuzdur. 1 2 3 dənə hissə ayırdım. Baxın 9:55-də burada olub. 9:55-də. Daha doğrusu 9:55-də yox, 9:43-də. 9:43-də yolun 3/2 hissəsinə gedib. 9:43-də. Baxın 5 dəqiqə tez çatıb, 5 dəqiqə tez çatıb. Deməli 10:00-dan 5 dəqiqəni çıxdım, qaldı 9:55. 9:55 çıxılsın 9:42. 5-dən 2 çıxanda 100, 13 dəqiqə. Deməli, hər bir yolu 13 dəqiqə çıxmalı idi də, düzdür? 13 dəqiqə, 13 dəqiqə, bu da 13 dəqiqə. Ümumilikdə nə qədər vaxt sərf edib? 39 dəqiqə. İndi 9:55-dən də çıxacam 39 dəqiqəni. 9:55-dən çıxacam 39 dəqiqəni.
15-dən 9 çıxanda qalır nə qədər? 6. 4-dən də 3 çıxanda 1. Bu da 9, 16. Deməli, evdən neçədə çıxıb? Saat 9, 16-da evdən çıxıb. Yəqin ki, aydın oldu. Sonra 11-ci suala baxıraq. Yuxarı da imkan verməyəcək bizə. Buna görə videonu 4 dəfə silmişəm, çəkmişəm, silmişəm, çəkmişəm. Belə nətər eləyim, bu xoruzu mən buradan silim. Ən yaxşı xoruzun başını çəkməkdir. Sonra 11-ci sual. Aşağıdakı şəkildə 4 eyni düzbucaqlı verilmişdir. Hər bir düzbucaqlının görünməyən hissəsi digər düzbucaqlının altından qalan hissəsi, yəni həmin düzbucaqlının 4/1 hissəsini təşkil edir. Bir düzbucaqlının sahəsi 12 sm kvadrat olarsa, mavi rəngli hissənin ümumi sahəsi neçə sm kvadrat olar? Baxın. Deyir ki, bir dənə düzbucaqlının sahəsi 12-dir. 4-ü vururam 12-yə. Ümumilikdə görüm nə qədər? 4-ü vururam 12-yə. Nə qədər elədi? 48 sm kvadrat. Düzdürmü? Amma 48 olmayacaq. Çünki kvadratda belə deyək də biz ayrı-ayrılıqda toplasaydı, axı bunlar bir-birinin altında qalıb. Altında qalan hissələr baxın. Bu hissə altında qalıb, bu hissə altında qalıb, bu hissə altında qalıb. Sonra bu hissə altında qalıb. Ümumilikdə 4 dənə altında qalıb da. Şimdi görüm, axı deyir axı hər bir düzbucaqlının görünməyən hissəsi digər düzbucaqlının altında qalan hissəsi həmin düzbucaqlının 4/1 hissəsini təşkil edir. Yəni bu bir düzbucaqlının sahəsi 12-dirlər. 12-nin 4/1 hissəsini tapım. Görüm altında qalan hissə nə qədərdir? 3 sm kvadrat. Düzdür? Mən deməli buradan hər tərəf kvadratdan 3 sm kvadrat çıxmalıyam. Çünki mən onu belə deyək də 2 dəfə toplamışam deyə 48 olunub. Ona görə 48-dən çıxacam. 4 dənə altında qalan hissə var idi. Baxın, rəyləmişəm. 4 dənə altında qalan hissə. Bu da eləyir, bir dənəsi 3 sm kvadratdırsa, 4 dənəsi 12-dir. 48-dən də 12 çıxanda neçə eləyir? 36. Bu da oldu C variantı. On ikinci sual. Nə deyir? X, Y iki rəqəmli natural ədəddir. Saat 16:40-dan ən az neçə dəqiqə sonra elektron saatın ekrandakı ədədlər saat dəqiqə şəklində göstərilə bilər. Ən az dediyinə görə baxın. Deyək ki, X-imiz 2-dir. Y-imiz də baxın neçədir? 0-dır. Çünki həqiqətən 20 saat var da, 20 baxın 02 yaza bilərik də, 20:02 birinci yerdə yenə də baxın burada X, Y ən az soruşduğu görə Y, X bir şərti ödədir. Ən az soruşduğu üçün indi 16:40-dan 20:02-yə qədər görüm nə qədər vaxt sərf olunub. İndi 20:02-dən nə edəcəyəm? 16:40-a çıxacam. 16:40-a çıxacam. Yadınızda saxlayın ki, 2 dəqiqədən 40 dəqiqəyə çıxmaq olmur. Ona görə nə etmək lazımdır? Saatdan dəqiqə vermək lazım. 19 ya 2, 60 da 2 gələndə ildir 72. Çıxılsın 16:40. 2, burada qalır 2, 7-dən də 32. 72 niyə? 62 eləyir. Mən burada 6 yazmışam. Üzr istəyirəm. Təzədən yazım. 19, baxın. 19, 60. 1 saatımız 60 dəqiqə deyil. 60 dəqiqənin üzərində 2 dəqiqə gələndə 62 eləyir. Burada çıxılsın 40. Qaldı 2, 2, 3 saat neçə dəqiqə? 22 dəqiqə. 3 saat eləyir 180 dəqiqə. 180-ın da üzərində 22 dəqiqəni gələndə 2, 0, bu da eləyir 202 dəqiqə. 202 dəqiqə. Bu da oldu C variantı. Keçək 13-cü suala. Nədir? Yunus bir saat kitabı oxuduqdan sonra
Bir saat kitab oxuduqdan sonra gördü ki, kitabın 1/4-ə çatıb. Yəni kitab ki, kitab X səhifədir. X-in 1/4 nə qədər olacaq? 1/4 X bölünsün 4X-in oxuyacaq. O daha 100 səhifə oxusa, kitabın 3/4-ə çatmaq üçün 10 səhifə qalacaq. Kitab neçə səhifəlidir? Nə eləyəcək? Baxın. 100 səhifəsini oxuyaq. 4/3-ə çatmaq üçün nə eləyəcəm? Bax. 4/1-ni əvvəl oxumuşduq. Üstə gəl 4. Düzdür? Üstə gəl 100. Üzərinə gələcəm nəyi? 10 səhifəni. Verəcək mənlə kitabın 4/3-ü. Yəni X-in 4/3-ü nə qədərdir? 4/3X-i. Hər tərəfini kəsirdən azad etmək üçün nə edirəm? Hər tərəfini 4-ə vururam. Burada eləyəcək X üstə gəl 400. Üstə gəlsin 40. Bərabərdir. 4-ə vuranda 3X. 40 üstə 4 üstə 40 gələndə 440 bərabərdir. 3X-dan da çıxıram nəyi? X-i. Buradan 2X bərabərdir 440-a. X də bərabərdir nəyə? 440-ı da bölürük 2-yə. X bizdən nəyi verir bizdən? X də verir buradan 220. Kitab neçə səhifəlidir? 220 səhifəlidir. Həqiqətən gəl yoxlayaq. Baxın. 220-nin 1/4-ni oxusaq nə qədər eləyəcək? 220-nin 1/4-ni tapanda baxın. 220-nin 1/4-ni tapaq. 220 bölüm 4-ə. Düşür 5 dəfə. 5 4-ün 20. 20-də 55. 55 səhifəsini oxudum. Üzərinə gələcəm 100 səhifəni 155. Düzdür? 155. 10 səhifə gəlsəm 165. Görüm 220-nin 4/3 hissəsi nə qədərdir? 55-i də vurursam 3-ə 105-in 15, 1 gətir 105-in 15, 165 səhifəsini. Həqiqətən 220 səhifəsini oxuyub qutaracaq. 14-cü sual. Bu da maraqlı sualdır. Baxın, nə edirəm? Görürəm ki, cavablarda 120-dən yuxarı verir. Düzdür? Nə edirəm? Minimum 5-ə bölünən ədəd, minimum 5-ə bölünən ədəd 5-dir. Maximum 120 ilə, maksimum 120 ilə 120 5-ə bölünür. Məsələn, 120 5-ə bölünməsəydi, məsələn 119-u götürürəm. Əslində burada birdən başlamışam ha. Birdən baxın, bunlar içərisində 5-ə bölünən 5-dir, sonra 10-dur. Bax, bunları silməliyik də. Bunları silməliyik, yerdə qalan ədədlər arzuluqla yazmalıyıq. İndi görün 5-dən, baxın, 1-dən, bax 1-dən 120-yə kimi neçə 5-ə bölünən ədəd var. Necə tapırıq? Maksimum ədəddən minimum ədədə çıxırıq, böldürük verilən ədədə. 120-dən çıxıram 5-i. Böldürəm nəyə? 5-ə, üzərinə 1 gəldirəm. 120-dən 5-i 120-dən 5 çıxanda 115. 115-i bölüm 5-ə 115-i böldürəm 5-ə. 2 dəfə 2 5 10 20 15-dir 23. 23 dənə üzərinə də 1 gəlirəm, eləyir 24 dənə. Yəni 5-ə bölünən 24 dənə ədəd var. 1-dən 120-yə kimi 5-ə bölünən neçə dənə ədəd var? Baxın, 1-dən 120-yə kimi 5-ə bölünən neçə dənə ədəd vardı? 24 dənə. Bax, bu ədədləri silməliyəm. İndi 1-dən 120-yə kimi getmişdim də. 1-dən 120-yə kimi getmişdim. 1-dən 120-yə kimi neçə dənə ədəd var? 120 dənə. Düzdür? Çünki 1 də daxildir, 120 də daxildir. 120-dən çıxırıq 1-i, üzərinə 1 gəlirik, qayda olaraq. Gəlir 119, 119-da 1 gəlir, 120 dənə ədəd var. Mən 120-dən çıxıram 24-ün. Baxın, 120-dən çıxıram 24-ün. Çünki 5-ə bölünənləri sildirəm buradan. Düşür nə qədər? 96 dənə. 96 dənə ədəd.
Axı mənə 101-ci ədəd lazımdır. 96 dənə ədəd qalıb. 120-dən sonra nə gəlir? 120-dən sonra gəlir yoldaşlar. 120, 121-ci olur 97. 122-ci olur 98. 123-cü olur 99. 124-cü olur nə? 124-cü olur 100. 125 5-ə bölünür deyə silirəm. Deməli 126-cı olur neçə? 101. Ən sonuncu neçədir? Ən sonuncu da neçə olacaq? 126. Bu da oldu D variantı. Sonra 15-ci sual. 15-ci sualda nə deyir? Gəlin baxaq. Deyir ki, Könül, Əli, Rənanın iştirak etdikləri riyaziyyat imtahanında suallara verdikləri cavablar aşağıdakı kimidir? Nə deyir? Hər bir sualın 5 cavab variantı var. Hər bir sualın 5, yəni A, B, C, D, D, Y var. 5 dənə variantı var. İlk 5 sualın doğru cavab variantları bir-birindən fərqlidir. İlk və 5 sualın doğru variantları bir-birindən fərqlidir. Yəni tutaq ki, bu nə deməkdir? Məsələn, birinci sualda C olsa, birinci sualda C olsa, digər ikinci sualda C ola bilməz, üçüncü sualda C ola bilməz, dördüncü sualda C ola bilməz. Yəni bir-birindən fərqlidir, yəni fərqli olmalıdır. Yəqin ki, bu aydın oldu. Sonra nə deyir? Rəna yalnız birinci suala doğru cavab vermişdir. Birinci sualda Rəna nəyə doğru verilir? Birinci sualda doğru variant D oldu. Düzdür? Əgər birinci sualda D variantı verilibsə, bizim ikinci sualın variantı D ola bilməz. Üçüncü sualın variantı D ola bilməz. Çünki bir-birindən fərqli olmalıdır. Sonra nə deyir? Könül və Əlinin bütün cavabları səhvdir. Könül və Əlinin bütün variantları səhvdir. Baxın, Könül və Əlinin bütün variantları səhvdir. Bizdən də istəyir ki, yuxarıdakı məlumatlara əsasən 5-ci sualın düzgün cavabı aşağıdakılardan hansıdır? 5-ci sual. Baxın, 5-ci sualda A variantı olmayacaq. Niyə görə? 5-ci sualda A variantı Könül, A variantı vurmuş deyə ola bilməz. Çünki axı deyir axı, Könül həmçə səhv yazıb. Sonra B variantı verilib. B variantında Rəna yalnız birinci suala doğru yazdığına görə səhvdir. B variantı da ola bilməz. Üçüncü sualda C variantı qoysaq. Gəlin yoxlayaq. Amma D variantı niyə görə? Burada doğru variant C variantı, D variantı niyə görə olmayacaq? Axı deyir axı, ilk 5 sualın doğru cavab variantları bir-birindən fərqlidir. Birinci sualda Rəna D variantı yazıbsa, bizim ikinci sualın variantı D ola bilməz. Dedik axı, üçüncü sualın variantı D ola bilməz. Dördüncü sualın variantı D ola bilməz. Beşinci sualın variantı D ola bilməz. Yalnız burada C variantı ödəyir. Buna görə doğru variant burada nə oldu? C variantı olacaq. Sonra 16-cı sual, bu da burada nədir? Burada fikir verim. Bax 1-1. İndi 2-1, 2-2, 2-3. Sonra 3-1, 3-2, 3-3, 3-4, 3-5. İndi burada baxın. Gəlir variantlara uyğun baxsaq 6-6 gələcək də burada. Burada olacaq 4-4, burada olacaq baxın, burada 5-5, burada olacaq 6. Birinci nə olacaq? 6-1, 6-2, 6-3, 6-4, 6-5, 6-6, 6-7 olacaq. Burada oldu nə? 6-7 B variantı olacaq. Sonra keçək 17-ci sualda. 17-ci sual görək nə deyir? Bakıdan Şuşaya avtobusla gedən sərnişin tam yolun yarısından yuxuya gedir. O oyananda anlayır ki, Şuşaya qədər qalan məsafə yatarkən qət etdiyi məsafənin yarısıdır. Aha, baxın dostlar. Nə edirik? Yol çəkirik. Və bu bizim yolumuzdur. Yolun yarısı da burada. Yolun yarısı nə? 2-də 1. Bax, yazıram bura 2-də 1. 2-də 1. Yarısı 2-də 1 deməkdir. Aydındır. İndi bu burada oyanır da, yarısında anlayır. Burada tutaq ki, x olsa, burada x bölünsün 2 olacaq. Niyə görə? Çünki yolun yarısında oyanıb.
Yəni burada yatıb, baxın buradan buraya qədər yatıb. Burada oyanıb görüb ki, yatdığı məsafə nə deyir? Şuşaya qədər o an oyananda anlayır ki, şuşaya qədər qalan məsafə yatarkən qət etdiyi məsafənin yarısıdır. Yatarkən harda yatıb? Baxın, buradan buraya qədər yatıb da. Yatarkən qət etdiyi məsafənin yarısıdır. Baxın, nə yazıram buradan? X üstəgəl x bölünsün 2 bərabərdir nəyi verir bizdən? 2-də 1-i. Hər tərəfi 2-yə vursaq, kəsirdən azad edirəm. Bu ilə 2x üstəgəl. Baxın, burada niyə x qalır? Baxın, gəlin yazdım. Bayaq da izah elədim. O tam aydın olsun sizə. Hər tərəfi 2-yə vuranda, baxın, 2 vurulsun x vurulsun, üstünə gəlsin. 2 vurulsun, x bölünsün 2 bərabərdir. 2 vurulsun 2-də 1. Baxın, bu 2'lər buradan gedir ixtisara. Bu 2'lər buradan gedir. Burada qalır 2. Aydın oldu. Şimdi buradan eləyir nə? 2x üstə gəl x bərabərdir 1-ə. Buradan ümumilikdə 3x bərabərdir 1-ə. Buradan da x bərabərdir 1 bölünsün 3-ə. İndi bizə hara deyir ki, bu hansı yolun hansı hissəsində bu sərcin yatmayıb? Yatmayan hissələr hansılardır? 2-də 1 üstə gəlsin, baxın bu hissələr. Bu hissəni də tapaq. İndi 2-də 1 ilə baxın, x-in yeri nədir? 2-də 1-i də böləcəm nəyə? 2-yə. Bu deyilir nə qədər? 2-də 1-i 3-də 1-ə daha doğrusu. Yolumuz x-i neçə tapmışdım? X-i 3-də 1-dir də. Və bunları silin buradan. X-imiz oldu nə? 3-də 1. X-i tapdıq buradan. X nə oldu? X oldu. Buradan yazıram. 3-də 1. Yatmayan hissələr hansılardır? Yatmayan hissələr də baxın. Yatmayan hissələr 2-də 1 üstünə gəlsin. Bax bu hissə. Bunu da x-in yerinə qoyanda bax x bölünsün. X-in yerinə 3-də 1 qoyanda getdim 3-də 1-i qoyuram. 3-də 1 bölünsün nəyə? 2-yə. Bu da eləyir nə? 6-da 1. İndi 2-də 1 üstə gəl 6-da 1. Bizdən də verir 6. 6-nı 2-yə böləndə 3 üstə gəlsin 1. Bu da eləyir nə qədər? 6-da 4. 6-da 4 ilə ixtisar aparsaq 3-də 2 hissəsi yatmayıb. 18-ci sual. Bu da maraqlı sualdır. Nə deyir? Deyir ki, üst rəqəmli natır ədədləri hər biri 9-a tam bölünür. 9-a bölünmə əlaməti nədir? Rəqəmlər cəmi əgər 9-a bölünürsə, həmin ədəd nədir? Həm üsə bölünür. Düzdür? Bu ədədlərdən biri 5-ə, digəri isə 3-ə və 4-ə tam bölünür. 3-ə bölünmə əlamətinə baxmayacaq. Çünki dediyim kimi rəqəmlər cəmi 9-a bölünürsə, həmin ədəd mütləq 3-ə bölünməlidir. İndi fikir verin. Aya tutaq ki, baxın. Aya məsələn 4 versək, düzdür? 400 məsələn 4 versək, aya 4 olacaq. Düzdür? 4 isə 4 gəldi 8. 8 5-ə bölünmə əlaməti ya sonu 0 ilə bitməlidir, ya da 5 ilə bitməlidir. Amma 4-ə bölünürsə, burada ya onda 2 ilə 5 olacaq da burada. Başqa mümkün deyil. Baxın, ayımız olsa 2. Ay oldu 2, 2, 5. Rəqəmlər cəminə baxsaq, 222, baxın, 2 isə 2, 4 isə 5, 9. Bunu 5-ə bölə bilərəm. 5-ə bölünür. İndi bunu görə 4-ə bölünürmü bu ədəd? Baxın, A olmuşdu 2, B 5 idi, bu da 2 idi. Görə 4-ə bölünəcək, bölünməyəcək. Bölsək 4-ə.
5 dəfə 5 4-ü neçə eləyir? 20. 52 də 4-ə bölünür də. Bu elə 4 dəfə niyə? 5 4-ün 20. 6 dəfə düşür də. 6 4-ün 24. 12 də 4-ə 3 dəfə düşür. Hə, deməli burada 5-ə bölünən ədəd ayımız burada nə oldu? Ayımız oldu 2, beyimiz də oldu 5. Bunların hasilini soruşduğuna görə ki, 5-in neçə oldu? 10. Başqa bir rəqəm yoxlasaq, məsələn 5 ilə 4 ilə 5-i versək, məsələn, baxın. Ayımız 4 olsa 4, 4, 16, 4, 4, 8-ə 5 gələndə 13 bölünməyəcək. Bayaq da 5, 5, 4 versə 5, 5, 10, 10, 4 gələndə 14 bölünmür. Ona görə yalnız mümkün variant burada 2 ilə 5-dir. Bu da oldu A variantı. Sonra keçirik nəyə? 19-cu suala. 19-cu sualda nə deyir? 1-dən 20-yə qədər natural ədədlərin kvadratları soldan sağa doğru yan-yana yazsaq, bu şəkildə ədəd alınır. Bu ədəd neçə rəqəmidir? Aha. Baxın dostlar, 1-in kvadratı 1-dir, 2-nin kvadratı 4-dür, 3-ün kvadratı neçədir? 9-dur. Amma 4-ün kvadratı 2 rəqəmli ədəd alınır deyə. Düzdür? Buradan 3 dənə rəqəm istifadə elədik. Rəqəm. İndi onun kvadratı 100 eləyir də, düzdür? 100 3 rəqəmlidir. Deməli 9-a qədər. Deməli 4-dən 9-a qədər 9-dan 4-ə kimi neçə dənədir? 4, 5, 6, 7, 8, 9. 9-dan 4 çıxır 5, 5-də də bir gələn 6 dənə var da. Baxın 4, 5, 6, 7, 8, 9. Baxın 1, 2, 3, 4, 5, 6 dənə ədəd var. 6 dənə, düzdür? 6 dənə. 6-nı bunlar hər biri 2 rəqəmlidir. Məsələn 16 saysaq, baxın 25, 36 hər biri 2 rəqəmlidir deyə 6 dənə vardı deyə 6-nı da vurdum 2-yə. 6-nı da 2-yə vuramda 12. İndi ondan da 20-yə kimi neçə dənə ədəd var? Ondan 20-yə kimi bunların hər biri də üst rəqəmlidir. Çünki 20-nin kvadratı 400 eləyir də. 20-dən çıxıram 10-u, üzərinə 1 gəldirəm, eləyir 10 dənə. Deməli, ondan da 20-yə kimi 10 dənə ədəd var. Baxın 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. Yox, bunların özü daxildir axı burada. Üzərinə 1 gəlirəm. 20, 11'dir, 21 dənə. 11 dənə. Ondan 20-dən 10 çıxanda 20-dən çıxırsınız onu. Onun üzərində 1 gələndə edir 11 dənə. Deməli 11 dənə də var. 11 dənə hər biri axı 3 rəqəmlidir ya. Baxın, onun kvadratı 100 deyil. 11-in kvadratı 121 deyil, 3 rəqəmlidir. 11 dənə ədəd vardı. Ondan 20-yə kimi 11 dənə ədəd var deyə 11-i vururam 3-ə 33 dənə. İndi bunları toplayıram. 33 üstə gəl 12, üstə gəl 3. Bu deyilir nə qədər? 12. 45, 45 3 gələndə 48 dənə. Bizdən nədir? Bu ədədlər əvvəldən 20-ci rəqəm neçə olar? 20-ci rəqəm deməli dedik ki 9-a qədər neçədir? 9-a qədər olacaq. 9-a qədər 15-ci rəqəmdir. 9-a qədər 15-dir. 9-a qədər ən axırıncı neçə olacaq? 9-un kvadratı 81-dir də. 9-un kvadratı ən axır 9-un 1 olacaq. Bizdən 15-ci. Daha doğrusu 15-ci 9-da da 12-də 3 gələndə 15 eləyir də. 15-ci neçə olacaq? 20-ci rəqəm lazımdır. 15-ci olacaq 1. 16-cı olacaq 11-in kvadratı. 11-in kvadratı baxın. Onun kvadratı 100 eləyir də. 100. Deməli 100-də də 3 dənə rəqəm var. 16-cı 1 olacaq. 17-ci 0. 18-ci də 0. Yenə də izah edirəm. Baxın, diqqətli olun. Baxın, yazıram bax. Bizə lazımdır
1-dən 4-ə qədər 3 dənə rəqəmdən istifadə elədikdə. Baxın, birinci 1-dir, ikinci 4-dür, üçüncü 3-dür. Bu qayda ilə. İndi 4-dən sonra gəlir nə? 4-ün kvadratı 16-dır. Düzdür? Üstə 12 gələndə 15 eləyir. 15-ci 9-dur da. 9-un kvadratı nədir? 15-ci rəqəm burada 81-dir. 81-cinin, baxın 81. 81-cinin axırıncı rəqəm nədir? 1-dir də. Axırıncı rəqəmi 1-dir. Yazın bura 1. İndi onun kvadratı 100-dür, düzdür? 100. 100-ü yazdım bura. 15-ci, 16-cı 1-dir. 17-ci 0-dır, 18-ci 0. Deməli 18-ci 0. 18-ci nə olacaq? Buradan 0 olacaq. İndi gəldi nə? 11-in kvadratı. 11-in kvadratı nədir? 121. 18-ci 0, 19-cu 1, 20-ci də 2 olacaq. 21-ci sual nə deyir? Ailənin indiki yaşı 30-dur. Ailə Nurayın yaşında ikən, ailənin yaşı Nurayın yaşının 3 qatı idi. Baxın, buradan yazıram nə? Ailə. Buradan yazıram Nuray. Sonra xətt çəkirəm, belə bir xətt. 3 dənə də xətt çəkirəm. İlki 3 dənə xətt çəkdim. Baxıram, buraya yazıram keçmişdəki, yəni əvvəlki yaşı. İndiki yaşları, bir də sonraki yaşları. Ailənin indiki yaşı neçədir? İndiki yaşı 30-dur. Nurayın yaşını bilmirəm, x deyirəm. Düzdür? Ailənin deyil, ailən Nurayın yaşında ikən, ailən Nurayın yaşına gəlməsi üçün keçmişə gəlməlidir də, düzdür? Çünki ailə böyükdür də. Ailənin x yaşı olacaq. Nurayın yaşı isə Nurayın yaşının 3 qatı olacaq. Ondan Nurayın yaşı x bölünsün 3 olacaq. Düzdür, 3 qatı olacaq. Ailənin yaşı Nurayın yaşının, ailənin yaşı Nurayın yaşının 3 qatı olacaq. Əgər ailə biz x götürsək, Nuray da x bölünsün nə olacaq? 3 olacaq. Yaş fərqi dəyişmir. Nə etmək lazımdır? 30-dan çıxacam x-i, 30-dan çıxacam x-i, bərabər eləyəcəm. X-dən də çıxacam x bölünsün 3-i. Buradan tənliyi həll edəcəm. Yenə də kəsirdən azad olmaq üçün hər tərəfi 3-ə vururam. Burada nə eləyir? 33-ə vuranda 90 çıxılsın 3x bərabərdir. 3x çıxılsın x-ə. 90 qalsın yerində. 3x-dən 2 çıxanda 2x, 2x, üstə gəl 3x, verir 5x-i. 5x bərabərdir 90-a. Düzdür. Buradan 90-ı da böldürürük, 90-ı da böldürürük 5-ə. Neçə eləyir? Bir dəfə. 5, 18. Ailənin yaşı nə oldu? İndi tapdıq buradan. X-i tapdıq, neçə oldu? Deməli, Nurayın yaşı nə qədər oldu? 18. Buradan x-i sildirəm. Gətirib yerinə yazıram nə? Nurayın yaşını. Nurayın yaşı 18. Bizdən də neçə il sonra ailənin yaşı Nurayın yaşının 2 qatı olacaq. Neçə ildən sonra, neçə il əvvəl daha doğrusu. Əvvəl deyilsə çıxacam. Neçə il əvvəl ailənin yaşı Nurayın yaşının 2 qatı olacaq. Nurayın yaşının 2 qatı. Yenə də neçə il əvvəl 30-dan çıxacam x-i bərabər eləyəcəm. 18-dən də çıxacam x-i, bunu da vuracam 2-yə. 30 çıxılsın x bərabərdir. 18-yə vuranda 36 çıxılsın 2x. Düzdür. 6 ildən sonra baxın, x qalsın, mənfi x qalsın yerində.
Mənfi x qalsın yerində. Mənfi 2x'i keçdim bu tərəfə. Üstə gəl 2x. 36 da çıxılsın 30. Deməli 6 ildən sonra x də bərabərdir 6. 6 ildən sonra 2 yaş olacaq. Həqiqətən neçə il əvvəl? Bax 30-dan 6 çıxanda neçə qalır? 24. Bəs ailənin neçə yaşı olacaq? Nurayın daha doğrusu. Nurayın 18 yaşı var idi hal-hazırda. 18-dən 6 çıxanda 12. 24 12-dən nə qədər böyükdür? 2 dəfə böyükdür. Sonra 23-cü sual nə deyir? Aşağıda 8 daş, 9 yerdən ibarət olan bir oyun qutusundan daşlardan birini boş yerə sürüşdürdükdən bir həmlə etmiş sayılır. Şəkil 1-dəki oyunun qutusunu ən az neçə həmlə edərək ki, şəkil 2-dəki vəziyyətə gəlmək olar. Baxın, şəkil 1-i ikinci vəziyyətə gətirmək istəyirik. Nə eləmək lazımdır? Bax, birinci, yalnız burada mən bu 4'ü, baxın, bu 4'ü buradan sildim, düzdür. Gətirdim, qoydum. Baxın, bura 4'ü qoydum. Düzdür, boş burada qaldı. Bir dənə həmlə elədim. İkinci, bu x'i buradan silərəm. Baxın. Bax, bunu silərəm buradan. Silərəm buradan. Bu 2'ni gətirib qoyaram bura. Düzdür, xəstidə qoyaram bura. 2 dənə həmlə elədim. Düzdür. 2. Sonra nə eləyərəm? Baxın, bu x'i buradan silərəm. 3'ü gətirib yuxarı qoyaram. 3'ü gətirdim, qoydum bura. X gəldi, düşdü bura. 3 dənə. Sonra 5'i. Bu 5'i 5 ilə x'in yerini dəyişərəm. Düzdür. Buradan x'i silərəm. 5'i gətirib bura qoyaram. 5 gətirdim, bura qoydum. Bura oldu x. Düzdür. Bir dənə də dəyişdim. 1, 2, 3, 4 dəfə cəhd eləmişəm. Sonra nə eləyərəm? Bu 8'i, baxın, bu 8'i buradan silərəm. Gətirib bura qoyaram. Bunu sildim. Gətirdim, baxın, 8'i qoydum bura. Bir dənə də getdim. Sonra nə eləyərəm? Görürəm ki, burada 7 buradadır. Gətirirəm bu 7'ni buradan. Baxın, bu 7'ni. Bu x'i buradan sildirəm. Bu 7'ni gətirib qoyuram bura. Burada qalsın x. Bir dənə də elədim. 1, 2, 3, 4, 5, 6 dənə. İndi fikir verin. 6 ilə x'in yerini dəyişəcəm. Yenə də bir həmlə dəyişirəm. 6 gəldi, burada qalsın. 6 gəldi, düşdü bura. X gəldi, düşdü bura. Bir dənə də həmlə elədim. Düzdür. Sonra yalnız bir yerində qalsın. 4 ilə 5'in yerini dəyişməliyəm. Nə düzdür? Nə eləyərəm? Baxın, bu x'i buradan siləm. Bu 4'ü buradan silərəm. Baxın, bu 4'ü buradan silərəm. 4'ü gətirib qoyaram bura. Düzdür. İndi bu 5'i buradan silərəm. Bir dənə həmlə elədim. Sonra bu 5'i buradan silərəm. Gətirib qoyaram bura. X də qalsın bura. Vəsiyo. Baxın, 1, 2, 3, 1, 2, 3, 4, 5, 4, 5, x, 6, 7, 8, 9. Deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə nə elədim burada? Yer dəyişmə elədim. Bu da oldu 9. Sonra 23-cü sualda nədir? Aşağıda verilən 8 kvadrata üstdən 10'a qədər natural ədədlərin hər biri bir dəfə olmaqla 3 və 10 daxil elə yerləşdirmək lazımdır ki, ardıcıl olan ədədlərin yerləşdirdikləri kvadratların hər hansı bir təpə nöqtəsi və ya tərəfi bir-birinə dəyməsin. Məsələn, baxın nə deməkdir? Məsələn, burada 9 yerləşdirdiniz. Düzdür. Məsələn, bura 8 yerləşdirə bilməzsiniz. Təpəsi dəyir. Olmaz.
Və yaxud da bura 8-i yerləşdirə bilməzsiniz. Deyil. Çünki ardıcıl olmasında. Məsələn, bura tutaq ki 5 yerləşdirsəz, bura 6 yerləşdirə bilməzsiniz. Və yaxud da bura 4 yerləşdirə bilməzsiniz. Deyil. Və yaxud da bura 4 yerləşdirə bilməzsiniz. Deyil təpəsi. Bura 4 yerləşdirə bilməzsiniz. Deyil. Ona görə nə etmək lazımdır? Bunu ancaq bura 5 yaza bilərəm. Bura 5 yazdım. Bura 7 yazdım. Bura 6 yazdım. Bura 8 yazdım. Bunlar bir-birindən uzaqda olacaq. Bura 9 yazdım. Bura 0 yazdım. Çünki bura 4 yazsam alınmayacaq. Bura 3 yazsam. Burada 4 yazsam. Ödəyirmi? Həqiqətən ödəyir. Bizdən də ortadakılar lazımdır. Ortadakıların orta sıranın cəmin soyutununa görə deməli 9 üstəgəl 0 yox, burada səhv yazdım, üzr istəyirəm. Bax, 3 ilə 4 burada dəyili də yan-yana. Ona görə nə eləmək lazımdır? Bura 3 yazaq. Baxın, bura 3 yazaq. Bura 0 yazaq. Burada 4 yazaq. Düzdür? Bununla da 9, 3, 0, 4. Bununla da bitmiş oldu. Deməli 9 üstəgəl 3, üstəgəl 0, üstəgəlsin 4. 9-sa 3 gələndə 12, 12-sə də 4 gələndə 16 eləyər. On altı. Düzdür, 16. 9'da 3, 12. 16. Orta sırada başka orta sıra var ki, orta. İndi baxaq, başqa cür necə eləyə bilərik ki? Başqa cür yoxlayaq. Yaxşı, onda bura 5. Bura 7. Düzdür. Yaxşı, onda belə eləyək də. Yenə də bura tutaq ki 9 yazdıq. Düzdür. 9 yazdıq. Onda böyük ədədlər yazılmalıdır. Yaxşı, yazaq bura tutaq ki 9. Bura yazaq tutaq ki 6, 15. Bura yazaq tutaq ki 8. Burada yazaq 7. 9, 6, 15, 15, 8. 24. 9, 6, 15, 15, 8, 24. 24 üstədə 7 gəlir. Burada 7 yaza bilmərik. 24. Onda bura yazaq. Tutaq ki bura yazaq 4. Bura yazaq 4 yazsaq. Bura yazaq. 3 bura yazsaq. 0 bura yazsaq. Qaldı burada nə? 3 bura yazsaq. Beş bura yaza bilmərik. Burada yaza bilmərik. 5-i bura yaza bilərik ancaq. 5.
5-i bura yazsaq, 5-i bura yazsaq, onda bura belə yaza bilərik. Onda buradan belə elə 5-i bura yaza bilmərik axı. Tutaq ki 5-i bura yazsaq. Buraya tutaq ki 7 yazsaq. 7-ni bura yazdıq. 7-ni bura yazdıq. 9, 7, 7. Onda bura 5 yazım. Bura 5 yazsam. 9'a 7. Şimdi buradan silsem. Bura 6 yazsam təbəsi dəyəcək. Bura 6 yazım onda. 6 yazsam. Yox, bura dəyəcək yenə də. Tərəfi dəyəcək. Dokuz, 7. Tutaq ki, bura 0 yazsaq. Bura 0 yazsaq. Bura 3 yazdım. Düzdür. Mümkün deyil. Yerləşik kontratın hər bir təpə nöqtə və işlənmişdir. Orta sırada burada mən onu yazmamışam deyə. Üstdən 10'a kadar. 3'ten 10'a kadar. Biri oldu 10. Neçə dənə xana var? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. 8 dənə xana. İndi fikir verin. 3'ten 10'a kadar 7, 7 ise bir yəni 8. Bayaqın mən nətər hesab yazmışam? 0 niyə yazmışam mən? Burada deyirəm axı 5, 7 bura yazdım. Mümkün deyil də bu deyirəm. 6, 8 bura yazdım. 9'u bura 3'ü yazaq, bura 4'ü yazaq, burada 10'u yazaq. Hədə qutadı getdi. 4'ü buraya, yox 4'ü buraya yaza bilmərik. 4'ü buraya yazsaq. Onda 10'u buraya yazaq. Bax 5'i buraya yazdıq. 7'ni buraya yazdıq. 6'nı buraya yazaq, 8'i buraya yazaq. Düzdür. 9'u buraya yazaq. 9'u buraya yazdıq. 9'u buraya yazmışıqsa 3'ü buraya yazaq. Sonra 10'u buraya yazaq. 4'ü də buraya yazaq. Qutardı getdi. Mümkün deyil də başqa dəymədi. Təpə nöqtəsi dəymədi. O dəymədi. 9 üstə gəl 3, üstə gəl 10, üstə gəlsin 4. 12, bu da 10. 22, 22 4 gələndə 26. Bu da oldu C variantı. Biraz vaxt aldı. 0 məni çaşdırdı. Mən 0 niyə yazdım ki ora? Bilmirəm. 24-cü sual. 24-cü sualda nə deyir? Aşağıdakı cədvəldə ədədlər müəyyən qayda ilə yazılmışdır. Baxın, burada ardıcılıq necədir? 24-cü sualda. Bu da maraqlı sualdır. Baxın, fikir verim. 1, 2, 3, 4, növbəti 5. Bura ötürüm. Hər dəfə bir dənə kvadrat yaşıl olmalıdır deyə. Belə deyək də, elə bil ki, hər kvadratda məsələn 4 dənə olmalıdır. Məsələn 4 dənə olmalıdır. Baxın 20 kimi gəldim. Bax bura qədər 20 kimidir. Düzdür? 20-dən sonra nə olmalıdır? Baxın 20-dən sonra bir kvadrat ötməli aşağı yaz 21. İndi 500. 500-cü harda olmalıdır? 500-cü təqribən 500-cü baxın 500-cü böldürəm 20-yə. İndi 500-cü 20-nin üstündə olacaq da. 500-cü təqribən gəlib baxın 500-ü böldüm 20-yə düşdü 25.
25 dənə. Baxın 500-üncü gəlib düşəcək harda? Baxın. Bitəcək. Düzdür? 500 baxın 500 gəlib düşəcək bura. 500. 500 düşəndə indi burada xana açıram sizin üçün. Buradan yazım da. Elə bil ki 500 gəldi düşdü hara? Baxın 20-nin yanına düşdü. Bura oldu nə qədər? 500. Bax yazdım bura 500. İndi bu xananı ötürəcəm. Bax bu xananı ötürməliyəm. Çünki yaşıl gəlməlidir. Bax burada 501 gəldi düşdü bura. 502 gəldi düşdü bura. 503 də gəlib D-nin yanına düşəcək. Bu da oldu D variantı. Yenə də izah edirəm. Burada mahiyyət nədir? Fikir verin. A kvadratda birinci A kvadrat yaşıl buraxır. Sonra B kvadrat yaşıl buraxır. Sonra C kvadrat yaşıl buraxır. D kvadrat yaşıl buraxır. Sonra ən axırda C kvadrat. İndi ən axırıncı burada nədir? 20 də, düzdür? 20. İndi təzədən burada bitibsə, burada başlamalıdır da, düzdür? Burada indi 500-ü böldüm 20, 500-ü böldüm 20-yə. Hər 20 dənə yazdıram da. 500-ü 20-yə böləndə edir nə qədər? Məsələn, gəlin burada dolduraq. Tam aydın olsun. 32-dən sonra nə gələcək? 33, 34, 35, 35-dən sonra nə gəlir? 36. Düzdür? Sonra gəlir 37. Fikir verin. 38. Sonra gəlir 39, 40. Fikir verin. Bax gördünüz burada 40-da bitdi. Təzədən indi bu xananı doldursaq, indi buradan 41 buraya yazırıq da. Fikir verin. 41-i buraya yazacaq, 42-ni buraya yazacaq, 43-ü buraya yazacaq. Bu qayda ilə gedir. İndi 500 gəlir hara düşür? 500 gəlir baxın 20-nin yerinə dayanır. İndi təzədən xana açmalıyıq da. 501 gəlib düşəcək bura, 2 gəlib düşəcək bura, 503-də gəlib D-nin yanına düşəcək. Bu da oldu D variantı. Sonra 25-ci sual, bu da maraqlı sualdır. Burada da nə deyir? Fikir verin. Bu mavi xanaya fikir versək, hər dəfə bir baxın bu buradaydı. Buradaydı, gəlib düşdü buraya. 8 dəfədən dövr eləyəcək. Deməli 101-i böləcək 8-də düşəcək nə qədər? 101-i 8-ə böləndə 101-i 8-ə bölək. 101-i bölək 8-də. Çünki 8 dəfə yer dəyişir də. 9-cu xanada gəlib öz yerini tutur da. 101-i 8-ə böləndə düşdü bir dəfə 1 8-in 8, 2 21 də 8-ə neçə dəfə düşür? 8-in 24 2 dəfə, 8-in 16. Qalıb neçə qalır? 21-dən 6 çıxanda qalır 5. 5-ci də gəlib hara düşəcək? Mən deyəsən səhv böldüm. Gəlin qırmızıya baxaq. Qırmızı hər dəfə 2 dəfədən bir yer dəyişir. 101-i bölüm 4-ə. Bax, birinci buradadır da, düzdür? 1-in ötürdü, gəldi düşdü bura. 2, 1, 2, 3, 1, 2, 3. Gəlib hara düşəcək? Baxın, gəlib bura düşəcək. 4-cü gəlib burada düşəcək. 4-cü bura düşdüyünə görə 101-i böldürəm 4-ə. 101-i böldüm 4-ə. Düşdü 20, 20 niyə? 14-ə 2 dəfə 2, 4, 8, 21-də 5 dəfə 25. İndi qalıq deməli 100-cü şəkildə gəlib hara düşəcək? 100-cü şəkildə baxın ən sonucuna düşəcək də. 100-cü şəkildə gəlib bura düşəcək. 100-cü. 101-ci şəkildə də gəlib baxın yoldaşlar. Bax qırmızı buradaydı, düzdür? Bax buradaydı. Bir ikincisine gəldi düşdü. Bax gəldi düşdü bura. Sonra biri ötürdü gəldi düşdü bura. Birini ötürdü gəldi düşdü bura. Yüzüncündə gəlib bura düşəcək, düzdür? Yüzüncündə gəlib bura düşdü. 101-incində gəlib öz yerinə dayanacaq. Öz yerinə dayanacaq. Burada variantlardan B variantı getdi, D variantı getdi, A variantı getdi. Bir dənə oldu C variantı.
Mavi də nədir? 8 dəfədən 1 gəlir yerinə. 101-i də bölərsiniz 8-də təqribən gəlib bura düşəcək. C variantı. O birisini də tapa bilərsiniz. Bu da oldu. Bugünkü dərsimiz bu qədər.